Salam, hər vaxtınız xeyir. Bu gün Azərbaycan dilindən növbəti sınaq mövzumuza baxırıq. Sınaq mövzularımız feil və zərf haqqındadır. Birinci sualdan başlayaq. Sadə zərfin işləndiyi nümunəni müəyyən edin. Xumar-xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Burada xumar-xumar mürəkkəbdir. Ona görə çıxırıq. Sinifimiz bayramsayağı bəzədilmişdir. Bayramsayağı mürəkkəbdir. Ona görə çıxırıq. Sırağagünkü hadisə məni narahat elədi. Sırağagünkü burada sifətdir. Ona görə saymırıq. Axşamüstü Bakıya bax doyunca, ulduzlarım yanır sahil boyunca. Axşamüstü mürəkkəbdir, ona görə çıxırıq. Bəri gəl aslanım oğul. Bəri yer zərfidir və sadədir. Ona görə cavab olur Y variantı. Baxırıq növbəti ikinci suala. Feillərdən birini qayıdış növdə işlətmək olar. Qayıdış növdə o zaman işlənə bilir ki, subyekt həm də obyekt olsun, yəni öz üzərində iş görə bilsin. Atılmaq sözünü iki cür işlədə bilirik. Biri var deyirik ki, güllə atıldı, güllə kimsə tərəfindən atılır. Bir də var deyirik ki, əskər irəli atıldı. Əskər kimsə əskəri götürüb qabağa atmır. Əskər öz-özünə irəli atılır. Ona görə bunu qayıdış növdə götürə bilirik. Baxılmaq sözü kimsə tərəfindən olur. Kimsə baxır. Saxlanılmaq sözü də kimsə saxlayır. Eyni şəkildə yoxlanılmaq sözü də kimsə tərəfindən yoxlanılır. Və ya eşidilmək sözü, məsələn, səs eşidildi. Bunu kimsə eşidir. Ona görə bunların hamısı məhsuldur. Yəni bunu heç kəs öz-özünə eləyə bilmir. Heç kəs öz-özünə baxa da bilmir, eşidə də bilmir və digər məsələləri. Amma atılmaq sözü həm məhsul ola bilir, güllə atıldı, həm də qayıdış ola bilir, əskər irəli atıldı kimi. Ona görə də cavab olur 2-də A variantı. Baxırıq 3-ə. Bu şəkilçilərdən birinin artırıldığı ifadə səbəb məzmunu bildirə bilir. Səbəb məzmunu bildirən şəkilçi elə ıb şəkilçisidir. Necə ola bilir? Deyirik ki, uşaq xəstələnib dərsə gəlmədi. Nə üçün gəlmədi? Xəstələnib gəlmədi. Bu əslində uşaq xəstələndiyi üçün gəlmədi deməkdir. Yəni bu səbəb məzmununu bildirə bilir. Ona görə də cavab olur A variantı. Mış feili sifət şəkilçisidir, əlamət bildirir. Madan feili bağlama şəkilçisidir. Bu şərt bildirə bilər. Məsələn, deyə bilərik ki, dərslərini oxumadan çölə çıxma. Yəni oxumasan çölə çıxma. Bu mənada işlənə bilər. Inca müqayisə formasında işlənə bilər. Bu daha çox bədii ədəbiyyatda olur. Məsələn, deyir ki, bu şeyləri görüncə kaş kor olaydım. Yəni görməkdənsə kor olaydım mənasında. Dıqca da zaman formasında ola bilir. Ona görə cavab olur A variantı. Baxırıq 4-cü suala. Deyir ki, indiki zamanda olan feil inkarlıq şəkilçisi qəbul etdikdə inkarlıq şəkilçisinin saiti düşür. Bu nə deməkdir? Məsələn, oxuyur sözü indiki zamandadır, oxuyur. Bu indiki zamanda olub, inkarla işləndikdə oxumayır şəklində olmur. Oxumur şəklində olur. Yəni, inkarın saiti düşür, A düşür. Bizə deyir ki, bu qayda hansı nümunədə pozulub? Yəni, bu şəkildə olmalıdır. Bilsinlər ki, alçaqsan, zalımsan, yaman, heç zaman əl çəkmirsən ilandığından. Bu çəkməyirsən deyil, çəkmirsən. Yəni, burada pozulmuyub. İnad etdi çısbağa, yox mən də qaçacağam, öyrətmirsən, öyrətmə. Burada da bir problem yoxdur. Bir kömək gəlmir sizə əlimdən, sözüm yerə düşdü, niyə sağam mən? Bu əslində gəlmir olmalıdır, amma gəlmir şəklində verilib. Yəni, düşməyib. Və həm də indiki zamandadır. Ona görə cavab olur C variantı. Könlüm quşu qanad çalmaz sənsiz bir an Azərbaycan, xoş günlərin getmir müdam xəyalımdan Azərbaycan. Burada da getmir şəklindədir, götürmürük. Oğul mənimdir əgər oxutmuram əl çəkin, eyləməyin dəngəsər oxutmuram əl çəkin. Burada da görürük ki, sait düşüb. Eyləməyin sözü sizi çaşdırmasın, çünki eyləməyin indiki zamanda deyil, əmr şəklindədir. Bizə deyir ki, indiki zamanda olmalıdır. Ona görə cavab olur C variantı. 5-ci sualda deyir ki, zərf işlənən nümunəni müəyyən edin. Təsadüf qəribə işlər görülmüş, bir səhər, bir eşqin əvvəli imiş. Qəribə sözü sifətdir. Bir səhər, bir eşqin əvvəli imiş. Səhər sözü burada isimdir. Niyə isimdir? Əgər səhər, axşam bu sözlərə nə sualı veririksə, bu olur isim. Nə zaman sualı veririksə, bu zaman zərf olur. Məsələn, səhər açıldı. Nə açıldı deyirik. Əgər nə deyiriksə, burada isimdir. Yəni, səhər açıldı, isimdir. Amma deyirik ki, səhər sizə gələcəm. Nə zaman gələcəm? Səhər gələcəm. Bu zaman zərfdir. Bir səhər, bir eşqin əvvəli imiş. Nə? Səhər. Ona görə burada isimdir, götürmürük. Vurğunam hüsnünə mən xeyli zamandır Qarabağ. Zaman sözü isimdir, ona görə xeyli sözü olur say. Bunu da götürmürük. Küçədən toy keçir bu axşam yenə. Nə zaman keçir?
Axşam. Yəni ona görə bu olur zaman zərfi. Əgər olsaydı ki, axşam düşdü, nə düşdü? Axşam düşdü. Bu zaman axşam olacaqdı isim. Amma bu nümunədə axşam zaman zərfidir. İldə 365 gün var. Gün isimdir. Onda 365 də olur say. Ona görə burada da zərf yoxdur. Yaxşı da, yaman da keçər dünyadan. Burada da 2 dənə sifət işlənib. Cavab olur C variantı. Keçirik 6-ya. Nümunələr içərisində fərqləndirilmiş hissə feilin şərt şəklinin şəkilçisidir. Şərt şəklinin şəkilçisi olması üçün özündən əvvəl zaman şəkilçisi də gəlməməlidir, şəkil şəkilçisi də gəlməməlidir. İndi baxaq. Yazılmazsa, maz burada qeyri-qəti gələcək zamanın şəkilçisidir. Armaz. Bu iki şəkilçisi qeyri-qəti gələcək zamandır. Ona görə bunu götürmürük. Yazılmamışamsa, mış şəkilçisi var. Bu da nəqli keçmiş zamanın şəkilçisidir, götürmürük. Yazmalıyamsa, malı vacibin şəkilçisidir, götürmürük. Yazılmasa, burada heç bir məsələ yoxdur. Yazmaq sözün köküdür. Il leksik şəkilçisidir. Ma inkardır. Sa şərt şəklinin şəkilçisidir. Ona görə də cavab olur D variantı. Yazaramsa, ar yenə də zaman şəklinin şəkilçisidir. Qeyri-qəti gələcəyin şəkilçisidir. Ona görə bunu da götürmürük. Deməli, sa o zaman şərt şəklinin şəkilçisi olur ki, özündən əvvəl nə zaman şəkilçisi işlənsin, nə də şəkil şəkilçisi işlənsin. Ona görə də cavab olur D variantı. Arzu şəklində olan feillərlə işlənə bilən köməkçi nik kisələrinin sırasında verilə bilməz. Arzu şəklində olanlar kaş, kaşki, gərək, barı, təki bunlardır. Kaş var, gərək var, təki var, barı var, cavab olur gəl. Gəl nədir bəs? Gəl əmr ədatıdır, arzu ədatı deyil. Ona görə cavab oldu Y variantı. Keçirik 8-ə. Nümunədəki feillərlə bağlı fikirlərdən biri yanlışdır. Baxaq nümunədəki feillərə. Qırılar könlüm telləri 1, qəmli görsəm bu elləri 2, Qarabağın bülbülləri qəmli-qəmli gəl ötməsən 3. Gəl nədir? Bayaq dedik, gəl əmr ədatıdır. 3 dənə feilimiz var. Düzdür. Feillər quruluşca düzəltmə və sadədir. Görsəm sadədir, görmək sözün kökü, səmı qrammatik, ötmək sözün kökü, məqrammatik, qırmaq sözün kökü, il leksik, ar qrammatik. Bu da düzəltmədir, düzdür. Biri məhsul növdədir. Könlüm telləri qırılar. Könül tellərin kimsə qırmır, öz-özünə qırılır. Ona görə bu məhsul yox, qayıdış növdədir. Əgər öz-özünə olursa qayıdışdır. Kimsə tərəfindən olursa məhsuldur. Cavab olur C variantı. Feillər 3 müxtəlif şəkildə işlənib. Qırılarda ar şəkilçisi var, bu xəbərdir. Zaman şəkilçisidir, yəni xəbər. Sonra görsəmdə şərtdir, sasə şəkilçisi. Ötmə sözü də əmr şəklindədir, şəkilçisi yoxdur. Yəni 3 dənədir, xəbər, şərt və əmr. Feillərdən biri sadə cümlənin xəbəri kimi çıxış edə bilmir. Bunu yadda saxlayın ki, şərt şəkli heç zaman sadə cümlənin xəbəri kimi ola bilmir. Ona görə bu da doğrudur, çıxırıq. Cavab oldu C variantı. Cədvəldə hansı sözlərin yeri dəyişdirilsə, uyğunluq bərpa olur. Qarşılıq növ, birgəlik növ. Bunu ayırmağın ən sadə yolu buradakı sözlərin əvvəlinə mən, sən və ya o fərqi yoxdur. Bunlardan birini artırmaqdır. Əgər deyə biliriksə qarşılıq növdür, deyə bilmiriksə birgəlik növdür. Baxaq. Dəyişmək. Mən dəyişirəm deyə bilirik. Deməli bu qarşılıqdır. Mən gülüşürəm deyə bilmirik. Ona görə bu olur birgəlik. Mən qucaqlaşıram olur qarşılıq. Mən yığışıram deyə bilmirik. Mən anlaşıram deyə bilirik. Mən qaçışıram deyə bilmirik. Ona görə burada 2 oldu birgəlik, 5 oldu qarşılıq. Bunların yeri dəyişməlidir. Cavab olur C variantı 2 və 5. Baxırıq 11-ci suala, daha doğrusu 10-cu suala. Sualın şərti tam düşməyib, amma buradan görürük ki, bizdən məhsul növdə işləmiş feil istəyir. Təbiət öz yaşıl donunu geyindi. Ümumiyyətlə, məhsul növünün şəkilçiləri ıl, ın və n şəkilçisidir. Amma bu şəkilçilər eyni zamanda qayıdışın şəkilçisidir. Bunları necə fərqləndirə bilirik? Əgər subyekt işi öz üzərində görürsə, yəni öz-özünə edirsə, bu qayıdışdır. Əgər kimsə tərəfindən olunursa, bu məhsuldur. Variantlara baxaq, daha dəqiq başa düşəcəyik. Təbiət öz yaşıl donunu geyindi. Təbiətə kimsə don geyindirmir. Təbiət öz-özünə geyinir. Ona görə də bu yanlışdır, bu qayıdışdır. Anladım ki, ana dilim ürəyimdən çıxmaz mənim, doğransam da dilim. Burada şəkilçi də var və kimsə tərəfindən doğranır.
öz-özünə doğranmır, kimsə doğrayır. Ona görə bu məhsuldur. Çünki kimsə tərəfindən baş verir. Elə hey dodağının altında nə isə deyinirdi. İnsan öz-özünə deyinir. Ona görə də bu olur qayıdış növ. Duman sürətlə hər tərəfə yayıldı. Dumanı kimsə yaymır, öz-özünə yayılır. Ona görə bu da qayıdışdır. Buludlar günəşin qarşısından yavaş-yavaş çəkilirdi. Buludları kimsə çəkmir, öz-özünə çəkilir. Ona görə bu da qayıdışdır. Cavab olur B variantı. Baxırıq 11-ci suala. Cümlələrdəki feillərin qrammatik məna növlərinə əsasən cədvəldə rəqəmlərin düzgün ardıcıllığını müəyyən edin. Bizə 5 cümlə verilib, 5 dənə də növ. Baxaq görək hansı cümlə hansı növdədir. Hamı hadisə baş verən yerə toplaşdı. Hamı toplaşdı. Eləsində hamı sözündən bəllidir ki, bu birgəlik növüdür. Bir yerdədir toplaşmaq. Ona görə biri yazırıq bura. Ölkəmizdə yaşlılara hörmət edilir. Burada mübtəda yoxdur. İl şəkilçisi var. Bu həm məhsul ola bilər, həm şəxssiz ola bilər. Mübtəda olmadığı üçün və yerinə də qoymaq mümkün olmadığı üçün ölkəmizdə yaşlılara hörmət edilir. Bura nə mübtəda qoya bilərik ki, heç bir şey. Ona görə də bu şəxssiz sayılır. Yəni 2-ni yazırıq şəxssizə. Maşının turistləri dağın başına qaldırdı. Qaldırdı sözündə heç bir şəkilçi yoxdur. Burada sözün kökü dır şəkilçi deyil. Bu çaşdırmasın. Sözün kökü elə birbaşa qaldırmaqdır. Ona görə də şəkilçi yoxdursa mütləq məlum növdür. 3-ü yazırıq bura. Səlma ana məktubu mollaya oxutdu. Tır şəkilçisi var. Dır və tır şəkilçisi icbar növünün şəkilçisidir. Yəni başqasına elətdirir. Ona görə də bu icbar növüdür. Məktəbimiz yuxarılar tərəfindən yoxlanıldı. Burada da ı şəkilçisi var və mübtəda da var. Mübtəda varsa, deməli bu məhsul növdədir. Cavab olur 3, 5, 2, 4 və 1. Yəni cavab B variantı olur. Keçdik 12-ci suala. Hansı cümlədə olmaq sözü mürəkkəb feilin tərkib hissəsi kimi işlənməmişdir? Biz bundan qabaqki sınaqlarda demişdik ki, olmaq, etmək, eləmək, bilmək, bacarmaq mənasında bunlar mürəkkəb feili yaradır. Bəs yaratmaya bilərmi? Bəli, yaratmaya da bilər. Olmaq sözü bəzi hallarda mürəkkəb feil yaratmır. Bu hansı hallardadır? Var olmaq mənasında olanda, yaşamaq mənasında olanda, iştirak etmək mənasında olanda. İştirak etmək. Məsələn, desək ki, bu bağda hər yay yaxşı meyvələr olur. Yəni var olur. Bu formada olanda biz bunu müstəqil götürürük. Yəni olur ayrıca xəbər kimi götürülür. Mürəkkəb feil kimi götürülmür. Deyirik ki, tutaq ki, mənim dostum Sumqayıtda olur. Yəni Sumqayıtda yaşayır. Sumqayıtda olur dedikdə oluru ayrı bir yəni ayrıca xəbər kimi götürülür. Çünki yaşamaq mənasındadır. Ya da soruşuram ki, sən tədbirdə olmusan, yəni tədbirdə iştirak etmisən, bu mənada da olanda olmaq sözü ayrı götürülür. Baxaq görək variantlarda buna oxşar bir məqam var. Əmimgil kənddə olur. Bu olur, ikinci olur deyə. Əmimgil kənddə yaşayır deməkdir. Ona görə cavab elə olur A variantı. Uşaqlar içəri daxil oldu. Daxil oldu bir yerdədir. Böyük sözünə baxmayan peşman olar. Peşman olar bir yerdədir. Dərmanlanmadığı üçün meyvələr xarab oldu. Xarab oldu bir yerdədir. Məqsədi müəllim olmaqdır. Müəllim olmaqdır bir yerdədir. Çünki onların heç biri bu mənaların heç birində işlənmir. Cavab oldu 12-də A variantı. Axırıq 13-ə. Mürəkkəb zaman zərfi işlənən nümunələrdən birində təsriflənən feil əmr şəklindədir. İki şey tapacağıq. Mürəkkəb zaman zərfi, əmr şəklində olan təsriflənən feil. Baxaq. Şah yanına bir çuğul səhər tezdən qaçardı, ay gün açmayan sirri o əl üstü açardı. Əl üstü sözü mürəkkəb zərfdir. Amma əl üstü sözü zaman zərfi deyil. Tərz hərəkət zərfidir. Nə tərzdə açardı əl üstü. Ona görə elə feilə baxmadan bunu çıxırıq. Çünki biz burada mürəkkəb zaman zərfi görmürük. Baxırıq B variantına. Gecə yatmayı baydan dolanmağı öyrənər, səhərdən hər ürəyə boylanmağı öyrənər. Burada da mürəkkəb zaman zərfi yoxdur. Ona görə B-ni də çıxırıq. Baxırıq C variantına. Axşamüstü qoy uzaqdan havalansın xanın səsi Qarabağın şikəstəsi. Axşamüstü mürəkkəb zaman zərfidir. Havalansın əmr şəklidir. Hardan bilirik əmr şəklidir? Burada da elə əmr ədatı var. Qoy, gəl, bunlar əmr ədatıdır. Ona görə bu əmr şəklidir. Cavab olur C variantı. Xotkara gündə bir xəbər gəlib çatırdı. Burada da mürəkkəb zaman zərfi yoxdur. Dəli Mehdər o saat qıratla düratı çəkdi ortalığa. O saat var. Bu mürəkkəb zaman zərfidir. Amma çəkdi sözü xəbər şəklindədir. Çünki zaman şəkilçisi var. Bu şuhudi keçmiş zamandır, D şəkilçisi. Ona görə
Baxırıq 14-cü suala. 14-cü sualda deyir ki, nümunələrdən birində düzəltmə feil işlənməmişdir. Elə bir dağsan ki, vüqar yaraşır. Yaraşır sözüdür. Yaraşır sözünün kökü yaramaq, şı, leksik, qrammatik. Burada düzəltmədir, götürmür. Dözür hər əzaba o bilə-bilə, yaşayır sirrini salmadan dilə. Dözür sözü sadədir, amma yaşayır sözü düzəltmədir. Yaş sözün kökü aleksik, qrammatik. Bunda çıxırıq. Sən elə işıqsan, görənlər çaşır. Çaşmaq sözün kökü qrammatik. Bu sadədir. Cavab olur C variantı. Sən elə ağlatdın, kor oldu gözüm. Kor oldu mürəkkəbdir. Amma ağlatdın düzəltmədir. Ağlamaq sözün kökü t leksik, d qrammatik, n qrammatik. Ona görə D-də deyil cavab. Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağım orada dikəlsin. Dik sözün kökü əl leksik, sin qrammatik. Bu da düzəltmədir. Deməli, cavab olur C variantı. İdi imiş isə köməkçi sözləri, yəni hissəcikləri üçün ortaq fikir sayıla bilməz. Həm adlara, həm də feillərə qoşulur. Bu doğrudur. Məsələn, deyirik ki, kitab idi, kitab imiş, kitabdırsa. Burada isimə qoşulur. Bir də var deyirik ki, məsələn, oxudum, ya daha doğrusu oxuyurdum, oxuyurmuş, oxuyursa. Burada da feillərə qoşulur. Yəni bu ortaq cəhətdir. Sözlərə həm ayrı, həm də bitişik yazıla bilir. Bu da doğrudur. Sona adətən saitlə bitən sözlərə ayrı yazılır, samitlə bitən sözlərə bitişik yazılır. Ona görə bunda çıxırıq. Feilin əmr şəklində artırılmır. Bu doğrudur. Bəs niyə artırılmır? Çünki bu sözləri əmr şəklində artırsaq, başqa şəklin şəkilçiləri kimi olur. Məsələn, get sözünü götürürük əmr şəklində. İdi artırsaq, artırmalıyıq di, getdi. Getdi axı şuhudi keçmiş zamandır. Mış artırsaq, deyirik getmiş. Miş amma nəqli keçmişdi axı. Ya da deyirik ki, getsə. Sər şərt şəklinin şəkilçisidir axı. Ona görə də bu başqa şəkil yaradır deyə bu şəkilçilər. Ona görə əmr şəklindən artırıla bilmir. Özlərindən əvvəl leksik şəkilçi işlənə bilər. Təbii ki, işlənə bilər. Deyirəm ki, yazılırdı. Bu ididir, yazılır idi. Il burada leksikdir. Eyni şəkildə yazılırmış da deyə bilərəm, yazılırsa da deyə bilərəm. Və hamısında özlərindən əvvəl il şəkilçisi, yəni leksik şəkilçi işlənib. Burada bir problem yoxdur. Hər üçü şəxs sonluqlarından sonra işlənir. Baxaq. Götürək görmək sözün. Yazıram ki, görürdüm. Görürdüm. Görmək sözün kökü ür indiki zaman, dü idi hissəci idi, m şəxs sonluğudur. Burada şəxs sonluğundan əvvəl işlənir. Deyirəm ki, görürmüşəm. Görürmüşəm. Sözün kökü görmək, ür yenə qrammatik şəkilçi, zaman şəkilçisi, müş imiş hissəci, əm yenə də şəxs sonluğu. Bundan əvvəl işlənib. Amma deyirəm ki, görürəmsə. Burada bir fərq var. Görmək sözün kökü ür zaman şəkilçisi, əm şəxs sonluğu, sə isə hissəci. Artıq burada şəxs sonluğu isə hissəciyinin əvvəlinə keçib. Yəni idi və imiş şəxs sonluqlarından əvvəl işlənir, isə şəxs sonluğundan sonra işlənir. Ona görə də bu cavab səhvdir. Cavab olur burada Y variantı. Baxırıq 16-ya. Məsdirə aid xüsusiyyətlərdən biri yanlışdır. Burada 3 variantdan biridir. 1. Hara sualına cavab vermir. Əgər bizə hara sualına cavab verir desə, onu götürmürük. Hara sualına cavab vermir. 2. Cəmlənmir. Təbii ki, istisnalar var, amma qayda olaraq cəmlənmir. 3. Təyin ola bilmir. Bunun da istisnaları var, amma qayda olaraq təyin ola bilmir. Hara sualına cavab verə bilmir, cəmlənmir, təyin ola bilmir. Bu üçü varsa, deməli yanlışdır. Hərəkətin adını bildirir. Düzdür. Hara sualına cavab verə bilmir. Elə bilmirdi. Ona görə bu doğrudur. Bilir yazsa yanlış götürəcəydik. Ona görə bunu da götürmürük. Söz birləşməsinin əsas və asılı tərəfi ola bilər. Məsələn, deyirəm ki, onların oxumağı. Burada əsas tərəfdir, ikinci tərəfdir. Bir də var deyirəm, oxumağın faydaları. Burada birinci tərəfdir, asılı tərəfdir. Ona görə doğrudur. Bütün cümlə üzvləri kimi çıxış edə bilir. Bu yanlışdır. Dedik ki, təyin kimi işlənə bilmir. Təbii ki, istisna var. Məsələn, deyirik ki, yaşamaq kimi nemət yoxdur. Necə nemət? Yaşamaq kimi. Bu formada təyin kimi işlənə bilir. Amma qayda olaraq təyin kimi işlənmək məsələnin xüsusiyyəti sayılmır. Mənsubiyyətə görə dəyişir. Bunda bayaq dedik, onların oxumağı mənsubiyyətə görə dəyişir.
Cavab olur burada D variantı. Baxırıq 17. Keçmiş zaman mənalı fe'li sifətin işləndiyi nümunəni müəyyən edin. Fe'li sifətlər 3 zaman mənalı ola bilir. Buna zamana görə dəyişmək demirlər, amma zaman məzmunlu deyirlər. Keçmiş zaman, indiki zaman, gələcək zaman. Əgər mış və dık plus mənsubiyyətlə düzəlibsə, bu olur keçmiş zaman. Məzmunda da keçmişliyi görürük. Əgər an hissəci ilə, an şəkilçisi ilə düzəlibsə, bu olur indiki zaman. Məsələn, oxuyan uşaq indi oxuyur. Əgər malı, ası və acaq şəkilçiləri ilə düzəlibsə, bu da olur gələcək zaman. Bunlara diqqət etmək lazımdır. Məzmunda da bunu görmək olur. Yazılası tapşırıq, yəni gələcəkdə yazılacaq. Ona görə bu deyil. Deyilməli söz gələcəkdə deyiləcək. Bu da deyil. Oxunacaq əsər, bu da gələcəkdə oxunacaq deyil. Danışan adam indi bu dəqiqə danışır, bu da deyil. Aldığım qəzet, nə vaxtsa almışam. Məzmun olaraq da əvvələ aiddir. Yaxşı olar ki, şəkilçiləri öyrənək. Əgər öyrənə bilmiriksə, məzmun olaraq da məntiqlə tapa bilərik ki, mış şəkilçisi və dık plus mənsubiyyət şəkilçisi keçmiş zamandır. Məsələn, ya da deyirəm ki, oxunmuş kitab nə vaxt oxunub? Əvvəl oxunub. Bunlarla tapmaq olur. Cavab olur 17-də, deməli Y variantı. Baxırıq 18-ə. Hansı söz həm düzəltmə zərf, həm də çıxışlı xal şəkilçili söz kimi işlənə bilmir? Çoxdan sözünü işlədə bilərik. Biri var deyirəm ki, mən bu sözü sənə çoxdan demişdim. Nə zaman demişdim? Düzəltmə zərfdir. Zaman zərfi. Bir də var deyirəm ki, çoxdan çox gedər, azdan az. Nədən? Çoxdan. Bu işlənir. Birdən. Biri var deyirəm, o birdən qışqırdı. Burada düzəltmə zərfdir. Bir də var deyirəm ki, 2 rəqəmi. Birdən bir vahid böyükdür. Burada nədən? Birdən deyirik. Ona görə bu çıxışlı xallıdır. Ürəkdən. Biri var deyirəm, mən bunu sənə ürəkdən deyirəm. Nə tərzdə, necə? Burada zərfdir. Bir də var deyirəm ki, məsələn, biologiyada filan dərsdə ürəkdən, beyindən və digər həyati əhəmiyyətli orqanlardan bəhs olunur. Nədən? Ürəkdən. Ona görə bu da işlənir. Azdan sözü zərf kimi işlənmir. Sadəcə çıxışlı xal. O da bayaq dediyim kimi çoxdan çox gedər, azdan az gedər. Nədən azdan? Amma biz bunu zərf kimi işlədə bilmirik. Cavab olur, deməli D variantı. Ucadan işlənə bilir. O ucadan qışqırdı, zərfdir. Bir də ucadan yıxıldı. Uca yerdən yəni yıxıldı. Burada da çıxışlı xallı söz kimi işlənə bilir. Cavab olur burada D variantı. Baxırıq 19-a. Nümunələrdən birində fe'li bağlama işlənməmişdir. Baxaq. Yamacında qaqqıldayıb yarışan kəkliyin dəstəsi yadıma düşdü. Yamacında qaqqıldayıb yarışan. Əgər söz nə edib sualına cavab verirsə, təsriflənən fe'ildir. Əgər cavab vermirsə, fe'li bağlamadır. Burada yamacında qaqqıldayıb yarışan, necə yarışan deyirik. Nə edib yarışan demirik. Ona görə bu fe'li bağlamadır. Durub dinlədiyim şıx bulağında bülbülün nəğməsi yadıma düşdü. Durub. Nə edib dinlədiyim demirik. Necə dinlədiyim. Durub dinlədiyim. Bu da fe'li bağlamadır. Neçə bahar gedib, neçə qış gedib, ömrüm günüm hədər gedib, boş gedib. Nə edib? Burada artıq necə demirik. Nə edib, gedib. Özündən sonra da vergül qoyulub. Deməli bu təsriflənən fe'ildir və nəqli keçmiş zamanda işlənib. Cavab olur burada C variantı. Qonub Cəbrailin xan çinarına Şeyda bülbül kimi ötmək istərəm. Necə ötmək istərəm? Qonub ötmək istərəm. Bu da fe'li bağlamadır. Göy qurşağına baxıb sevinirdi. Nə üçün? Göy qurşağına baxıb. Ya da ki necə? Göy qurşağına baxıb sevinirdi. Cavab olur burada deməli C variantı. Baxırıq 20-ci suala. Sual işarəsinin yerinə yazıla bilər. Burada daha yaxşı variant odur ki, bir ifadəni götürürük, variantları çıxırıq ona uyğun və variantlarımızın sayını daha da azaldırıq ki, daha rahat seçim edə bilək. Fe'li bağlamadır. Birinci buna baxaq. Yeyildiyi, dık plus mənsubiyyət, bu fe'li sifətdir. Bunu çıxırıq. İnanılmaq, maq var, bu məsdərdir. Bunu da çıxırıq. Qazdıranda fe'li bağlamadır, deyinərək fe'li bağlamadır, kəsiləndə fe'li bağlamadır. İki variant getdi. Bizə deyir məhsul növdədir. Qazdıranda burada dır şəkilçisi var, bu məchul deyil. Məchulun şəkilçisi ıldı, ındı və nıd. Deyinərək kəsiləndə. Amma deyinərək sözü qayıdışdır. Çünki deyinmək öz-özünə olur. İnsan məsələn öz-özünə deyinir. Bu əgər deyil olsa, l deyiləndə olsa, l ilə olsa məchuldur, n ilə olsa qayıdışdır. Bizə n ilə verib deyə biz bunu məchul saymırıq. Elə bir variant qalır, o da Y variantı.
Düzəltmədir, bəli düzəltmədir. Sözün kökü kəsmək, illeksik, endogrammatik və zaman məzmunu bildirir. Bəli, məsələn, sular kəsiləndə, nə zaman kəsiləndə. Ona görə burada cavab olur E variantı. Baxırıq 21-ə. Zərf haqqında hansı fikir səhvdir? Antonim sözlərin birləşməsi ilə yaranan zərflər defislə yazılır. Bu doğrudur. Məsələn, gec-tez. Deyirəm ki, o bu xəbəri gec-tez öyrənəcək. Gec-tez defislə yazılır. Təsviflənməyən feilə aid ola bilər. Məsələn, deyirəm ki, çox çalışanlar uğur qazanacaq. Nə qədər çalışanlar? Çalışan da burada feili sifətdir. Yəni təsviflənməyən feilə aid ola bilir. Əlamətə də aid ola bilir. Hava xeyli isti idi. Nə qədər isti idi? Xeyli isti idi. İsti də əlamətdir. Bu da düzdür. Mürəkkəb səhvlər ayrı yazılmır. Niyə yazılmır ki? O saat, bu gün, hər an. Bunlar mürəkkəb səhvdir və ayrıda yazılır. Yəni bu yanlışdır. Eyni söz həm zərf, həm də sifət kimi işlənə bilir. Təbii ki, işlənə bilir. Yaxşı qız yaxşı oxuyur. Birinci yaxşı ifadəsi sifətdir. İkinci yaxşı ifadəsi zərfdir. Çünki birincidə qız sözünə aiddir ismə. İkincidə oxuyur sözünə aiddir feilə. Cavab olur burada D variantı. Baxırıq 22-yə. Cümlədəki feili sifətlə bağlı yanlış fikri müəyyən edin. Qabağına baxmayanın ayağına daşlayar. Burada baxmayanın sözü feili sifətdir. Məlum növdədir, bəli, heç bir qrammatik məna növünün şəkilçisi yoxdur. Ona görə məlum növdədir. Birləşmənin tərkibindədir. Baxaq. Nəyə daşlayar? Qabağına baxmayanın ayağına. Burada tamamlıq vəzifəsindədir və hamısı bir yerdə birləşmənin daxilindədir. Bu da doğrudur. İnkarlıq şəkilçisi, bəli, elə ma şəkilçisi inkarlıqdır. Təyin vəzifəsində işlənib, xeyr, tamamlıqdır. Cavab olur D variantı. İndiki zaman məzmunludur. Bəli, bayaq da dedik ki, an şəkilçisi indiki zamandır. Ona görə bu da səhvdir. Cavab olur burada D variantı. Baxırıq 23-ə. Tərz hərəkət səhvlərini müəyyən edin. Daim zaman zərfidir. Hələlik zaman zərfidir. Birlikdə tərz hərəkət zərfidir. Biz bu işi birlikdə görürük. Necə görürük? Nə tərzdə görürük? Qəfildən tərz hərəkət zərfidir. Qəfildən qapı döyüldü. Nə tərzdə döyüldü qəfildən? Necə döyüldü qəfildən? Dəfələrlə kəmiyyət zərfidir. Ona görə də cavab olur burada 3, 4. 24-ə baxaq. Məlum növə aiddir. Yarışmaq ifadəsi verilib. Eyni şəkildə bura əlavə etmək olar. Barışmaq və ya güləşmək və ya qovuşmaq ya da qarışmaq. Bu kimi ifadələr var ki, biz burada ış şəkilçisini görürük. Ş ya da ış hissəciyini görürük. Elə bilirik ki, bu şəkilçidir. Amma bu şəkilçi deyil. Burada sözün kökü elə yarışdır, barışdır, güləşdir, qovuşdur. Yəni qovmaqdan qovuşmaq yaranmaz. Ya da qarışmaqdır. Qarmaq deyə bir söz yoxdur. Ona görə də burada ış şəkilçi kimi görünür bizə, amma əslində şəkilçi deyil. Ona görə də bunlar məlum növdür. Baxırıq. Baxışmaq sözün kökü baxmaqdır. Iş şəkilçisi də var. Deməli bu qarşılıq birgəlikdir. Məktublaşmaq sözün kökü məktubdur. Məktublamaq sözü yoxdur. Məktublamaq sözü olmadığı üçün la şəkilçisi bir yerdə götürülür. Düzdür. Məzmun etibarı ilə məktublaşmaq qarşılıq birgəliyə oxşuyur. Yəni iki tərəf bir-biri ilə məktublaşır. Amma biz ancaq bu məsələdə məzmuna baxmırıq. Biz formaya da baxmalıyıq. Yəni mütləq və mütləq ış ya da ş şəkilçisi mütləq işlənməlidir burada. Məsələn, desəm ki, salamlaşmaq, salamlaşmaq. Sözün kökü salamdır. Salamlamaq, salamlaşmaq. Burada ş şəkilcimiz var və məzmunda da qarşılıq birgəlik var. İki nəfər bir-biri ilə salamlaşır. Məktublaşmaq sözündə də məzmun olaraq var. İki nəfər məktublaşır. Amma biz forma olaraq ş şəkilçisi görmürük. Ş şəkilçisi görmədiyimiz üçün biz bunu məlum növ hesab edirik. İkini götürürük, yəni. Güləşmək, elə güləşməyi yazmışam burada. Sözün kökü elə güləşməkdir, ona görə götürürük. Görüşmək, sözün kökü görməkdir. Üç şəkilçisi var və bu da məzmun etibarı ilə qarşılıq birgəlikdir. Həm forma var, həm məzmun var, götürmürük. Bölüşməkdə də sözün kökü bölmək, üç leksik, məcz qrammatik. Burada da həm məzmun var, həm də forma var. Baxırıq 25-ci suala. Mürəkkəb zərf işlənmiş cümlələri müəyyənləşdirin. Ənisə qapıdan içəri girdikdə əmisi oğlu Muxtarı yenə evdə gördü. Burada ikisi də sadədir. Azəri yurdunun oğluyam mən də az-az uydururam yeri gələndə. Az-az mürəkkəb zərfdir. Müəssisəmizdə bu gün məzunlarla görüş keçirildi. Nə zaman? Bu gün mürəkkəb zərfdir. Mən çox yaxşı bilirəm ki, qocalara ehtiram etmək lazımdır. Burada çox ədatdır, yaxşı zərfdir. Ona görə yaxşı sözünü ayrıca götürürük və sadədir bu. Üz gözündən öpə-öpə bağrına bastı onu. Ana yurdum bu qəhrəman, bu namuslu oğlunu.
öpə-öpə A-ə şəkilçisi ilə düzələnlər feili bağlamadır. Uşaq ara bir səs eləyirdi, ara bir də zərfdir. Cavab olur 2, 3, 6. Baxırıq 26-cı suala. Sonu A və Ə saiti ilə bitən feillərə hansı zaman şəkilçiləri qoşulduqda həmin saitlər qapalı tələffüz olunur? Bunun qaydası var. Saitlə başlanan şəkilçi qoşulanda qapalı tələffüz olunur, amma sözlər də yazaq daha yaxşı başa düşək. Məsələn, yaramaq sözünü yazaq və ələmək sözünü yazaq. Biri A ilə bitir, o biri Ə ilə bitir. Artıraq baxaq. Yarıyır deyirik, ı-ya çevrilir, əliyir deyirik, i-yə çevrilir. Biri götürürük. Yarıyar deyirik, əliyər deyirik. İkini də götürürük. Yaradı, ələdi. Burada çevrilmiş. Yaramış, ələmiş çevrilmiş. Yarıyıb, əliyib çevrilir. Deməli, saitlə başlananlar olanda ır, ar və ıb çevrilir. Samitlə başlananlar da çevrilmir. Cavab oldu 1, 2, 5. Gəldi 27-ci suala. Uyğunluğu müəyyənləşdirin. Nümunədəki feil vacib şəklindədir. Nümunədəki feil lazım şəklindədir. Vacib şəklinin şəkilçisi malıdır. Lazım şəklinin şəkilçisi asıdır, amma diqqət etməli olduğumuz məqamlar yəqin ki olacaq. Qara gün adamı tez qocaldar. Ar-ər şəkilçisidir. Bu xəbərli şəklinin şəkilçisidir. Ümumiyyətlə aidiyyatı yoxdur. Bu ağac əkməlidir. Nə etməlidir? Əkməlidir. Məli şəkilçisi var və nə etməlidir sualına cavab verir. Ona görə birə beyni yazırıq. Yeni bir əsər yazasıdır. Ası şəkilçisi var. Nə edəsidir? Yazasıdır. Onu da 2-yə yazırıq. Çalınası sazın, deyiləsi sözün var. Necə sazın, çalınası sazın, necə sözün, deyiləsi sözün. Necə sualına cavab verdiyi üçün lazım şəkli kimi götürülmür. Hər nə qədər şəkilçisi olsa belə. Bu feili sifət şəkilçisidir. Ona görə çaşdırmasın. Bu yerlər əkilməli torpaqlardır. Burada da malı məli şəkilçisi çaşdıra bilər, amma bu da feili sifət şəklinin şəkilçisidir. Ona görə bunda saymırıq. Necə torpaqlardır? Əkilməli torpaqlardır. Ona görə bu da götürülmür. 1-ə olur B, 2-də C. Baxırıq mətnə. Məhəmməd Xarəzmşahın ətrafındakı bəzi adamlar vəzifələrini və hörmətlərini itirmək qorxusu ilə Mövlananın atası Bahəddin Vələd haqqında Xarəzmşahı narahat edəcək sözlər deyirlər. Bahəddin Vələd Bəlx cəmaatını tamamilə özünə bağlamışdır. Bizi və sizi qəbul etmir. Yaxşılığa dəvət etməklə özünü məşhur edərək səltənəti ələ keçirmək istəyir. Bu mövzuda vaxt itirmədən çarələr düşünmək və iş görmək vaxtıdır. Dostlarından bəziləri Bahəddin Vələdə haqqında deyilən bu sözləri çatdırmışdı. Çox keçmədən Xarəzmşah Sultanül Üləma bir adamını, yəni alimlərin başçısı bir adamını göndərərək Bahəddin Vələdə bunları çatdırır. Şeyximiz əgər Bəlx ölkəsini qəbul edirsə, bu gündən etibarən padşahlıq, ölkə və ordu onun olsun. Allah ona 2 cür səltənət vermişdir. Birincisi dünya, ikincisi axirət səltənətidir. Mənə də başqa bir ölkəyə gedib yerləşməyim üçün vaxt versin. Çünki bir ölkədə 2 sultan olmaz. Əgər dünya səltənətini bizə verərsə, bu bizim üçün böyük bir lütf olar. Bahəddin Vələd isə elçiyə, sultana salam olsun, bu dünyanın fani ölkələri, əskərləri, xəzinələri, taxt-tacı padşahlara yaraşır. Biz dərvişik, bizə məmləkət və səltənət uyğun gəlməz deyir. Hikmət Dənizə Hekayələr kitabından. Baxaq 28-ci suala. Fərqləndirilmiş sözlər əsasında cədvəli tamamlayan qeydlər aparın. Birinci söz hörmətlərini itirmək sözüdür. Həqiqi mənadadır, məcazi mənadadır. Vəzifələrini, hörmətlərini itirmək məcazidir. Çünki həqiqətən itirmək olmur. Fərqli mənada necə deyə bilərik, yəni həqiqi mənada. Məsələn, qələmini itirmək deyə bilərik. Məsələn, topu itirmək deyə bilərik. Nə bilim, telefonunu itirmək deyə bilərik. Bu formada, həqiqi formada işlətmək olar həqiqi mənada. Gəlirik ikinci sözə. Bahəddin Vələd Bəlx cəmaatını tamamilə özünə bağlamışdır. Həqiqətən tutub iplə bir-birinə bağlamır da. Bu mənəvi bağıdır. Mənəvi bağ olduğu üçün bu məcazi mənalıdır. Bunu da həqiqi mənada işlətməliyik. Məsələn, ayaqqabısını bağladı. Ayaqqabını həqiqətən də iplə bağlamaq olur. Ayaqqabısını bağladı. Və ya başqa şeylər də yazmaq olar. Əsas odur ki, həqiqi mənada olsun. Baxırıq 29-a. Mətnin üslubunun səciyyəvi xüsusiyyətlərini yazın. Mətnin üslubu bədii üslubdur. Bunun səciyyəvi xüsusiyyətləri nələr ola bilər? Məsələn, məcazlardan istifadə olunur. Məcazlar ya da bədii təsvir ifadə vasitələri də yazmaq olar. Məsələn, hörmətlərini itirmək, tamamilə cəmaatı özünə bağlamaq ya da ələ keçirmək, səltənəti ələ keçirmək. Bunlar məcazidir. Məcazlar ola bilər. Məsələn, dialoqlar ola bilər. Burada dialoqlar işlənib. Bu hissələrdə dialoqlar var. Burada elçi ilə Bahəddin Vələdin arasında dialoqlar var.
Daha sonra nə ola bilər? Daha sonra nəsr şəklində də yaza bilərik. Nəql olunma forması yaza bilərik. Yəni nəql olunur, nağıl şəklində olunur, təhkiyə şəklindədir yaza bilərik. Bunlar da aid etmək olar. Hətta məcazlar hissəsinə obrazlıq da var yazmaq olar. Yəni bunları qeyd etmək olar. Bunlar bədii üslubun xüsusiyyətləri sayılır həm də. Baxırıq 30-cu suala. Mətnə məzmununa uyğun ad verib yazın. Mətnin məzmununda biz nəyi görürük? Dərvişin gözü toxluğunu görə bilərik. Məsələn, gözü tox dərviş yazmaq olar. Gözü tox dərviş. Sultan və dərviş yazmaq olar həmçinin. Bu adları vermək olar.